Salam, bugün mən sizlərə ingilis dilində rast gəlinən illogical comparison izah edəcəm. Məntiqsiz, yəni uyğunsuz müqayisə deməkdir və yaxud da başqa sözlə fault paralelizmlə deyilir. Testlərdə ən çox çaşdırıcı məqamlardan birisidir. Müqayisə aparılarkən eyni kateqoriyadan olan anlayışlar qarşılaşdırılmalıdır. Şəhərlə şəhər, əhali və s. Nümunəyə baxaq. The population of Istanbul is greater than Ankara. Bu ifadə səhvdir. Niyə səhvdir? Çünki birinci cümlənin hissəsində söhbət İstanbulun əhalisindən gedir, ikinci cümlədə əhali sözü yoxdur. Ankara şəhərdir. Deməli, bu ifadə yanlışdır. Düzgün ifadə necə olmalıdır? The population of Istanbul is greater than that of Ankara. Buradakı that of ifadəsinə diqqət yetirin. Zət-əvəzliyi tək isim olan population-ı əvəz edir. Yəni, onu təkrarlamaq üçün istifadə edilir. Yəni, ifadənin düzgün açılışı the greater than the population of Ankara olacaqdır. Əgər isim cəm olardısa, bu zaman that of əvəzinə those of-dan istifadə edərdik. Yəni, tək isimlər üçün that of, example, the climate of Baku is milder than that of the London, iqlim təkdir. Cəm isimlər üçün isə those of-dan istifadə edilir. Example, the streets of Istanbul are busier than those of Ankara. Küçələr cəmdə olduğuna görə those of-dan istifadə etdik. Alternativ düzgün variant kimi yəlik halından da istifadə edə bilərik. Yəni, that of, those of-un əvəzinə apostrof s-dən də istifadə edə bilərik. Nümunəni görürsünüz. The population of Istanbul is greater than Ankara's. Xülasə, təkrardan qaçmaq və məntiqi müqayisə yaratmaq üçün tək isimlərdə that of, cəm isimlərdə those of və yaxud da ki, apostrof s-dən istifadə edilir. Diqqətinizə görə sağ olun, videonu bəyənməyi və paylaşmağı unutmayın.